Əziz dostlar, belə bir BMW X5 çıxır aksiyona. Maşın 3 motordur, 2024-cü ildir. Kağızı yoxdur, probek haqqında məlumat verəmirəm, start qiymət haqqında. Gördüyünüz kimi ön hissəsində maşın zədəsi yoxdur. Zədə maşında deməli sağ hissədədir. Burada plyonka yapışdırıblar. Qabaq qapısında xırda zədə var burada. Arxa qapı lazım olacaq. Sağ aşağı podnoşka lazım olacaq, plasmas. Arxası gördüyünüz kimi maşının zədəsi. Sol arxa krosunda belə bir batığı var. Beskaska təmirə yaralıdır. Stopun şüşəsi çatlayıbdır. 4 qapıda açarsız daxil olma kör nöqtə sensoru, 360 dərəcə kamera mövcuddur maşında. Qara koca salon, sidyanın elektron olunması, yaddaş paketi ilə premium səs sistemi, Harman Kardon mövcuddur. Maşında head-up display, LED pribor, monitor gördüyünüz kimi əziz dostlar. Arxa qapı maşının içindədir. Əziyi vardən açıb qoyublar. Sağ sol jalic araba qarasıbdır. Qara tavan, böyük panorama lyuk. Kim istəsə bu maşını yeni baxıb ətraflı məlumat ala bilər. 1-2 2024-dür. Zəhlənizi gözləyirik əziz dostlar. Çox gözəl qiymətə bu maşını əldə edə bilərik.